Dostlar, hər gün hər birimiz yollara çıxırıq. Bir çoxumuz şəxsi avtomobilinizlə, xidmət avtomobilinlə, hətta avtobusla fərq yoxdur. Və bilirsiniz ki, qardan sonra bir çox ətraf küçələrdə çalılar yaranıb. Bir hissəsini düzəldirlər, bir hissəsi elə də qalıb getdikcə də artır. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası bu yollara baxan təşkilatı, bilmirəm Bakıya onlar baxırlar ya yox, amma Bakı şəhər icra hakimiyyəti ən azından bu cavabdeh olmalıdır. Və bu yolların bu vəziyyətini xarici bir qonaq gəlib görəndə, biz nə qədər mərkəzi küçələri onları göstərsək də, mərkəzi küçələrdə yəni təbii ki, nisbətən normallıq var. Onları göstərsək də, onlar kənar bu yolları göstərsək, gəlib güləcəklər bizə. Çünki biz neft ölkəsiyik. Bizim xaricdə mazut almağa ehtiyacımız yoxdur. Bizim xaricdən asfalt almağa ehtiyacımız yoxdur. Bizim yollarımız bu gündə olmalı deyil. Cəmaət, həmin o bəyənmədiyimiz, o düşmənimiz olan erməni mazotu dollarla alır xaricdən və onun yolları bizdən yaxşıdır. Biabırçılıqdır bu. Mən sizə bir şey deyəcəm. Deyəcəksiniz ki, səncə bu nədə görürsən bunu, əlacını nədə görürsən? Çox sadə bir şeydə görürəm. Mən demək istəyirəm ki, məndən olsaydı, Bakı şəhər icra hakimiyyətinin müvafiq yollara baxan idarəsi əməkdaşlarını və yaxud Nəqliyyat Nazirinin müvafiq əməkdaşlarını, mən universitetin tarix, düşünün, Politexnika yox, İnşaat Mühəndisləri İnstitutuna yox, universitetin tarix dərsinə göndərərdim ki, geçsinlər, baxınsınlar, görsünlər ki, əsl yollar necə çəkilir. Mən sizə bir dənə süjet xahiş edəcəm, indi göstərsinlər. Orada qədim Romada yolların çəkilməyi barəsində danışılır. 2500 il bundan qabaq. Xahiş edəm, bir dənə süjetə verin. Дороги Древнего Рима используются до сих пор. Римляне проложили почти 100 тысяч километров дорог, и многие из них не разрушились за 2000 лет. Они копали траншею метр глубиной, укладывали слои. Первый слой – крупный гравий. Следом шел слой мелкого щебня. Затем римляне использовали цемент, сделанный из вулканического пепла, так называемый пуцалан. Поверх этого укладывали базальтовые плиты, которые делали дорогу ровной и долговечной. Чтобы дорога была идеально прямой, использовали грома, крест с отвесами. Ее ставили на землю, и отвесы показывали точные углы для выравнивания. Внизу делали дренаж, чтобы вода уходила под землю. Результат – дороги не проваливались и не размывались дождем. 2500 ildir pozulmayan yol var, fikir verin. Yadınızda da Bakı-Quba yolunu bəhbəhlə çəkildi. Güya ki, bu 15-20 il təmirsiz qalacaqdı. Bir neçə ildən sonra məhv oldu, təzədən dövlət məcbur oldu, bir də xətt çəkmək, bir də çəkildi. Ondan başqa, hörmətli cənab Eldar Əzizov, Bakı şəhərinin yollarında bu günləri suların axmağa yeri yoxdur. Yağış suları çökək yaradır, çökəklə sonra sınır, yol sınır, orada bir yama yaranır, artıq orada bir çala yaranır. Ona görə ki, yağış suyun axmağa yeri yoxdur. Bir bu sujetə baxın. Ay hörmətli bizim yol mühəndislərimiz, utanın da 2500 il bundan qabaq insanlar bilirdilər ki, yolda yağış suyu yığılıb yolu korlayacaq. Ona görə mütləq yolun kənarında kiçik, sağda və solda kiçik arxlar çəkirdilər. Həmin arxlarla da yağış suları axırdı, gedirdi. Ona görə o yol 2000 ildir qalıb. Düşünürsünüz, heç utanırsınız. 2000 il. Sizin çəkdiyiniz yollar 20 il qalmırlar, bəzən 2 il qalmırlar. Bir dəfə yaxşıya qar yağır, Bakıya neçə gün qar yağdı? Yadınızda da sonunu təzəlicə fevral ayında. Bir həftə çəkdi cəmsi. Bəs Ruslar nə tər olardı? Rusda 6 ay qalır qar. Bir həftənin içində o qədər çala yaranıb ki yollarda. Ona görə ki, texnologiya ilə çəkmirsiniz. Gedin baxın da qədim Roma texnologiyası. Lazımdır elə müasir texnologiya. Qədim Roma texnologiyasına bir dənə baxın. Mən də baxdım, siz də baxdınız bu süjetə. Görün, yolun dərinini qazmazdan, yolu çəkməzdən qabaq 1 metr dərində yolu qazırdılar. Onun altında əvvəl böyük daşlardan yığırdılar. Sonra kiçik çınqıl daşlardan yığırdılar. Sonra sement düzəldirdilər. O vaxtlar sementin hazırki texnologiyası yox idi. Və vulkanik deməli tozdan sement düzəldirdilər. O sementi qoyurdular. Ondan sonra üstdən təzədən artıq yolun hamar qəmbər daşlarını. Baxın bunu, örgənin də. Lazımdır öyle indiki üstə getmək. Bir dənə buna baxıb örgənsəz, 2000 il bundan qabaq sivilizasiyalı insanların düşündüyü texnologiyanı tətbiq eləyə bilsəz, bizim də yollar, demirəm 2000 il, heç olmasa 20 il çəkər. İndi gəlin, gedək, qazaq, Bakının və ətrafındakı yolları qazaq, görək hər hansı birində bu texnologiya varmı? Hər hansı birində 1 metr torpağın dərinliyinə qədər çınqıl, daş, sement vurulubmu, üstə asfalt vurulubmu? Sənətdə bəlkə də 2 metrdir, amma əslində reallıqda 20 sm bəlkə də, ona görə pozulur. Yalnız bir neçə mərkəzi yollar niyə görə yaxşıdır? Çünki onlar texnologiya əməl olunub.
Qalan yollarda əməl olunmur. Yəni nə baş verir? Praktiki olaraq torpağın üstü asfaltı çəkirsiniz, sanki bu terbrod üstə yağ çəkən kimi. Ona görə də qar, yağış bunu yürü aparır. Ondan başqa bir dənə şey deyim ki, bunun adını mən öz istifadəmə görə, çox öz istifadəmə görə vəhşilik demək lazımdır. Nədir? Sovet vaxtından qalan yağış kanalizasiyaları vardı. Yağış kanalizasiyaları. Nə edirlər? Təzə yol çəkəndə, təzə təmirdə həmin kanalizasiyanın o deməli dəmirlərin, çərçivələrin üstündən asfalt çəkirlər. Heç olmasa köhnə olanı dağıtmayın bu formada. Üstünə asfalt çəkməyin, su axsın getsin də. Deməli burada başqa məqsəd var da. Məqsəd odur ki, yəni həmin yağışdan, qardan sonra yol pozulsun, 1-2 il sonra yenə pul arsın, yenə təmirə getsin, yenə yalancı təmirə getsin. Məqsəd budur. İndi gəlin deyək görək, əsl vətəndaş kim idi? Qədim Romanın mühəndisləri, yoxsa bizim bu günləri o texnologiyanı pozan, yağış kanalizasiyanın üstünə asfalt çəkib, qəsdən yolun pozulmasına şərait yaradan bizim mühəndislərimiz, yol çəkənlərimiz. Əsl vətəndaş kimlərdir?